BLK-nın icra başçısı Əziz Əzizov TikTokda onun barəsində video paylaşan Ağdam sakinini məhkəməyə verib. Yeniavaz.com teleqrafa istinadən xəbər verir ki, icra başçısı məhkəmədən paylaşılan videonun onun şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə yönəldiyini və bu səbəbdən təksib verilməsini, dövlət rüsumuna görə ödənilmiş 100 manat vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Ötən gün Ağdam rayon məhkəməsində hakim Mahir Niftəliyevin sədrliyi ilə keçirilən prosesdə cavabdeh iştirak etməsə də bu qərarın verilməsinə mane olmayıb. Məhkəmə Əziz Əzizovun tələbini qismən təmin edib. Ağdam sakininin icra başçısı barədə işlətdiyi cümlələrə görə təksib verəcək. Bundan başqa cavabdehdən ödənilmiş dövlət rüsumu əvəzində 100 manat alınaraq icra başçısına veriləcək. İcra başçısının Ağdam sakinindən üzr gözləməsi isə baş tutmayacaq. Məhkəmə bu tələbi rədd edib. Qeyd edək ki, TikTokda paylaşılan videoda icra başçısı barədə icra başçısı varlıların icra başçısıdır, kasıbların yox. Mən bir dəfə görmədim ki, icra başçısı Əziz Əzizov şəhid ailəsinin qapısının qarşısına qrabil töksün. Büdcədə pul azdır, millətdən, xalqdan yediyiniz pulları hara xərcləyirsiniz kimi cümlələr işlədib.